Hərbi xidmətdən yenicə qayıdan gənci maşın vurub. Hadisə Biləsuvar Bəhrəmtəpə magistral yolunun Nəsimi kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Bəydili kənd sakini Tofiq Əliyevin idarə etdiyi mikroavtobusla hərəkətdə olarkən yolun kənar hissəsində piyada 20 yaşlı Rəşad Rauf oğlu Əkbərovu vurub. İlkin məlumata görə sürücü qarşısına qəfil çıxan inəyi vurmaqdan yayındığı üçün idarə etdiyi nəqliyyat vasitəsini yolun sağ kənarına çəkib. Bu zaman yol kənarı ilə hərəkət edən piyadanı vurub. Ağır xəsarətlər alan Rəşad Əkbərov elə sürücünün öz maşını ilə dərhal Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Uşağı bax burada vurub, burada da beynin dəyib yerə partlayıb qan gedir beynindən dəyişəli. Güzdən qoyulan maşına göndərilə gedir xəstəxanaya. Onda dəqiqləşdirilmiş kəllə daxili travma diaqnozu təyin edilib. Hal-hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.